Bugün narsistlərin ən çox istifadə etdiyi 5 manipulyasiya yöntəmindən bəhs edəcəm. Birincisi qazlayting, şəxsi gerçəklikdən uzaqlaşdırma, şəxsi gerçəklikdən azdırma. Sizin öz belə deyək ki, zihni sağlamlığınızı şübhə altına salacaq şəkildə sizə davranarlar, sizi manipulyasiya edərlər. Siz öz davranışlarınıza, gördüyünüzə, eşitdiyinizə artıq şübhə duymağa başlayırsınız. Mən sənə qarşı belə davranmadım ki, mən sənə o sözü demədim, mən sənə zarafat edirdim, sən çox şişirdirsən, çox böyüdürsən, sən xəstəsən, sənə müalicə lazımdır şəkildə yanaşmalarla sizi idarə eləməyə, manipulyasiya eləməyə başlayırlar. İkincisi love bombing, sizi sevgi ateşinə tuturlar. Burada məqsəd əslində sizdə özünə qarşı güvən yaradıb sizi idarə etməkdir və ona görə də sizə daha çox aşırı diqqət, aşırı sevgi göstərməyə başlayırlar. Üçüncüsü isə günahı sizə yükləmə. Heç vaxt narsistlər özlərində günah görməzlər. Hər zaman o günahı sizə yükləməyə başlayırlar. Mən əslində sənə qarşı belə davranmadım. Sən mənə o sözü deməsəydin, mən də sənə belə etməzdim. Sən mənə hissləndirməsəydin, mən də səni döyməzdim. Mən sənə əslində zarafat edirdim. Sən bunu ciddi qəbul edirsən kimi şəkildən davranmaqla əslində günahları sizə yükləməyə başlayırlar. Dördüncü, diqqətsizlik və səssizlik. Əgər narsistlər istədiklərini sizdən ala bilməzlərsə, o zaman səssizliyə çəkilirlər. Mesaj yazmırlar, zəng etmirlər, maraqlanmırlar. Burada əslində məqsəd daha çox sizin fədakar olmanızı istəyirlər. Daha çox hərəkətə keçən tərəf, axtaran tərəf, belə deyək ki, zəng edən, mesaj yazan tərəfin siz olmanızı istəyirlər. Beşincisi isə narsistlərdə ən çox istifadə etdiyi yöntəmlərdən biri də günahkarlıqdan günahsızlığa keçid. Qeyd etdiyim kimi, heç vaxt narsistlər özlərində günah görmürlər və elə şəkildə davranarlar, özlərini elə ifadə edərlər, elə danışarlar ki, günahkar tərəf siz olursunuz və bu şəkildə də özlərinə qarşı diqqət, inam toplayırlar.